Səhiyyə Nazirliyinin Respublika Sanitariya Karantin Mərkəzinin sabiq baş direktoru Salih Novruzi, direktor müavini Yadulla Balışov və laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış eləyib. Dövlət ittihamçısı Salih Novruzinin 10 il, direktor müavini Yadulla Balışovunsa 10 il 6 ay və laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyib. Proses 23 sentyabrda davam etdiriləcək. Qeyd edək ki, ötən ilin may ayında baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Sanitariya Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Salih Novruzi, direktor müavini Yadulla Balışov və laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. Fakt üzrə baş idarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət eləmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına dair əsaslı şübhələr müəyyən olunub. Qeyd olunan vəzifəli şəxslərin xidmət otaqlarında və digər ünvanlarda aparılmış axtarışlardan iş üzrə əhəmiyyət kəsb eləyən sənəd və başqa sübutlar aşkar olunaraq götürülüb. İlkin sübutlar əsasında Salih Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma və 308.2 ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınmaqla barələrində istintaq orqanı vəsadəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirdən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qəti imkan tədbirləri seçilib.